Dünən gecə düşmən növbəti dəfə atəşkəsi pozub. Silahlı qüvvələrimizin əks hücumu nəticəsində bir neçə ərazi işğaldan azad edilib. Şəhidlərimiz var. Mənim xəyallarım vardı. Mənim öz dünyam vardı. Mənim sevdiyim vardı. Mənim sevgilim vardı. Ana, mən şəhid oldum. Yerim gözəldi. Təki ağlama. Canım sevgilim, bağışla beni. Seni tek koydum. Vətən, vətən sağ olsun. İlahi, əsgərlərimizi qoru. Vətən, vətən sağ olsun. Mənim çok dileyecek sözlerim vardı. Yüreğimde kaldı. Mübarek olsun. Benim bir vətənim var, Azerbaycanım, doğma diyarım. Ana, şehit oldum. Yerim güzeldi. Teki ağlama. Canım ağlama. Canım sevgilim, bağışla beni. Seni tek koydum. Ana, şehit oldum. Yerim güzeldi. Teki ağlama. Canım sevgilim, bağışla beni. Seni tek koydum. Vətən, vətən sağ olsun. Vətən sağ olsun. Vətən, vətən sağ olsun. Vətən, vətən sağ olsun. Vətən, vətən sağ olsun. Teşekkür ederim. Burada bizim değerli şəhid analarımız baş əyirəm qarşınızda. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Və mən istəyərdim ki, analarımıza söz verəm. Sizin də bugün mənim üçün xeyir duanız çox önəmlidir. Və hər zaman yanımda oldunuz. Var olun. Buyurun. Can sağlığı. Sen uzasın ben de görevim. Bütün şehitler
Şəhidlərimizi Allah rəhmət eləsin. Mən də bir şəhid qaldım. 92-ci ilin şəhidim mən bəzi. Bütün analara səbir diləyirəm. Qazilərə can sağlığı. Hər kəsin bu bizim gözəl yaşamağımız üçün əməyi keçən bütün cavanlara öz minnətdarlığımı bildirirəm. Allah hamısını var eləsin, canlarını sağ eləsin. Sizləri də Allah ucadan uca eləsin. Teşekkür ederim. Var olun. Çox sağ ol, Rahman. Allah sənin köməyin olsun. Hər zaman sən şəhid analarına belə hörmət qoyursan, çox sağ ol. Allah köməyin olsun. Həmişə uca eləsin. Əzizimiz Rəvan, uğurların bol olsun. Çünki heç bir zaman sən şəhid analarımızı, şəhid evladlarımızı, qazilərimizi heç bir zaman yaddan çıxartmadın. Hər bir zaman, bu 5 ildir, 6-cı ilə keçib, hər bir zaman bizim yanımızda oldun, bizlərə maddi və mənəvi dəstək oldun. Sənin uğurların bol olsun, daim səsin hər bir ölkədən gəlsin və biz analar səni görək, televizorda, sosial şəbəkələrdə fəxr eləyək səndən ki, bizim belə dəyərli Azərbaycanın dəyərli bir oğlu var. Uğurların bol olsun. Çox sağ ol. Axşamınız xeyir olsun. Ən xoş günlərdən biridir mənim üçün bugün. Rəvanın mənim həyatımda ən önəmli yeri var. Bugünkü gün mənim ayağımda durmağı, ayaqda durmağı, bugünkü gün mərd belə bir fəxrlə ayaqda durmağı, onun da həyatımda yeri var. Və bir ana kimi mən onu, bir bala kimi mən onu çox sevirəm, o bilir. Və ananın balaya nə xoş sözləri ola bilər. Allah ona ilk öncə can sağlığı versin. Onu xoş günlərini, bax bu uğurlu günləri, axarlı günlərini Allah qismət eləsin mənə. Bu 32 ildə onun ərsəyə getirdiyi konsertlər, səhv eləmirəmsə 4-cü konsertdir, mən şahidiyəm buna və onun uğurunun həqiqətən daha da mükəmməl, get-gedə mükəmməl olduğuna mən şahidəm. Amma bir sözü vurğulayım ki, inklüziv uşaqlar deyəndə məndə həyatımda o qədər qəlbimdə, dərinliyində o ağrılar, acılar və göz yaşları əmələ gəlirdi. Amma Rəvanın o uşaqları irəli çəkib onları bax bu cür tanıtmaqlarına, onların yanında olmaqları, inanın məndə də o ruh yüksəkliyini artırdı. Və mən düşündüm ki, ürək ağrısı yox, sevinclə qarşılamaq lazımdır o uşaqları. Onlar da bizim gələcəyimizdir. Və bunu bacardı Rəvan. Mən ona uğurlar arzulayıram. Çox sağ ol, mən balam, var olasan. Mən ümidvaram ki, bu konsertlər də axarlı olacaq, inşallah ki, təbii. Və sənə uğurlar arzulayıram. O iki balanın xoş günlərini keçir desəm, bizə də nəsib olsun da onu görmək inşallah ki, yəqin ki olar. Təşəkkür edirəm, minnətdarım, var olasan. Ancaq mən burada, Rəvan, mənə icazə verdilər. Bizim burada məni ilə gələn, sağ olsunlar, mənim sözümə yox demədilər. Burada 3 şəhid anası var. Onların da dilindən mən təşəkkürümü bildirmək istəyirəm. Aslanın anasıdır, burada Zöhrə xanımdır, burada Kifayət Müslümün, bizim Müslüm balanın şəhid anasıdır, Elçin balamızın, Məlahət xanım buradadır. Onların da dilindən mən təşəkkürümü bildirirəm, çünki özləri xahiş ediblər. Var olsun, ruhları şad olsun balalarımızın. Təşəkkür edirəm. Axşamınız xeyir olsun. Sağ olsun Rəvan bəy, bugün bizi yanında görmək istəyib və bizim yanımızdadır. Çox sağ olsun. O ki bizi elə uca tutur, Allah da onu həmişə uca tutsun. Nailiyyətləri bundan da artıq olsun, uğurları bol olsun. Allah o iki balasını saxlasın. Çox sağ olun. Hər kəsi salamlayıram.
Rəvan bəy, biz analara hər zaman diqqətdə saxladığın üçün sənə öz təşəkkürümü bildirirəm. Biz də hər zaman sənin yanındayıq. Sən hər zaman bizim yanımızda olduğun kimi. Belə konsertlərin çox olsun, uğurların bol olsun, yolun daima açıq olsun. Axşamınız xeyir olsun. Çox sağ olun Rəvan bəy. Allah sizdən razı olsun. Həmişə zirvədə olun, uğurlarınız bol olsun. Təşəkkür edirəm, var olun. Axşamınız xeyir olsun. Mən həmişə demişəm, Rəvan bəy çox istedadlı, çox savadlı, çox öz işinin peşəkarıdır. Mən ona uğurlar, onun Allah Taala bütün yolunu açıq eləsin, balalarını xoşbəxt eləsin. O ki, şəhid analarını bu qədər əziz tutursa, Allah da onu həmişə uca tutsun. Təbrik edirəm, uğurların bol olsun. Çox sağ olun Rəvan, mən vaxtınızı çox almayacağam. Bütün sözləri analar dedi. Hər adam bu qədər səhnə doldura bilmir. Təbrik edirəm səni. Uğurların bol olsun. Hər zaman baxaq sənə sevinək. Təbrik edirəm. Axşamınız xeyirli uğurlu olsun. Rəvan oğlum, çox sağ olun bizi bura öz yanınızda görmək istədiyiniz üçün. Necə ki, siz bizim yanımızdasınız, hər zaman biz də sizin yanınızda olacağıq. Uğurların bol olsun, Allah övladları qorusun, daha yüksəklərdən səsin gəlsin. Mən də hamını salamlayıram. Sizə bol-bol uğurlar arzu edirəm. Bizim dərdimizə dəyər verirsiniz. Şəhidlər analarının yanında olursunuz. Çox sağ olun, təşəkkür edirəm. Var olasınız, ucalasınız. Fəxrimiz olasınız. Sağ olun. Mən də səni təbrik edirəm. Uğurların bol olsun, yolun açıq olsun. Allah həmişə sənə can sağlığı versin. Balalarının xeyri işini verəsən. Allah ömrünüzü uzun. Mən də hamısını salamlayıram. Rəvan, sən uğurlar arzulayıram. Allah sən can sağlığı versin. Həmişə bizim yanımızdasın. Səni çox seviyoruz. Mən də hər kəsi salamlayıram. Oğul, həmişə bizə oğlumuzun əvəzi oldun. Allah sənin uğurlarını çox eləsin. Həmişə səsin ucalardan gəlsin. Çox sağ olun. Allah razı olsun hər birinizdən. Gürültülü alqışlar gəlsin analarımızın şərəfinə. Var olun. Həqiqətən hər biriniz bizim analarımızsınız və şəhidlərimiz heç vaxt ölməyəcəklər. Onlar hər birimizin qəlbimizdə yaşayırlar, yaşayacaqlar.